Mühasib köməkçisi işi var yoldaşlar, mühasib köməkçisi işi var. 2 dənə variantından mən bəhs etmək istəyirəm. Elə ikisi də təxminən 800 manatlıq bir işdir. Onlardan biri Xırdalandadır yoldaşlar. 6 günlükdür o Xırdalanda olan variantı. Və deməli, bu sizdən tələb eləyir yoldaşlar. Vergilərin saytı, EMAS, EGOV və digər saytlardan işləmə, bacarığı bir seni bilməyi, Office proqramlarını bilməyi, hər ikisi zaten bir seni tələb edir sizdən. Həmçinin internet bankinq ilə işləmə bacarığı tələb edir. Bu 25-50 yaş aralığındadır. Amma digəri isə 25-45 yaş aralığındadır. O Xırdalanda deyil yoldaşlar, o artıq Bakıdadır. Burada da sizdən amma fərqli olaraq nə tələb edilir? Fərqli olaraq tələb olunur ki, ali təhsilli olun yoldaşlar. Belə bir variant da var. Bu isə avtomotor servisləridir yoldaşlar. Əgər belə bir özəllikləriniz varsa, bu işlərə müraciət edə bilirsiniz. Digəri Exa Plus-daydı. Bu işlərdə müraciət etməkdə çətinlik çəkirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmaqda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Azizadə kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.